Bir SMS, bir zəng və boş qalan kart hesabı. Bank kartınızdan xəbəriniz olmadan silinən pullar. Virtual şəbəkədə qurulan gizli tələlər. Bu pullar necə legallaşdırılır? Kibercinayətkarlar hansı üsullarla insanları hədəfə alır? Studiyada mövzunu beynəlxalq hüquqşünas Yeganə Hacıyeva, vəkillər Qəhrəman Qarayev, Esmira Rzayeva və Mahurə Kərimova müzakirə edəcəklər. Qanun və icra. Mövzumuz hər bir vətəndaşı maraqlandıran mövzulardan biridir. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında birazdan. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. Belə ki, kiber cinayətkarlıqla bağlı fikir mübadiləsi aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. Son zamanlar Azərbaycan vətəndaşlarının bank kartlarından silinən və çıxarılan pullarla bağlı haqlı narazılıqlar var. Bank sektoruna olunan zənglərə baxmayaraq, vətəndaşlar məlumatlandırılmasına baxmayaraq, əfsus ki, bu günlər cəmiyyətimizdə vətəndaşların pensiya, əmək haqqı, təqaüd kartlarından bu və ya digər formada kiber cinayəti törədən şəxslər tərəfindən pullar silinir və mənimsənilir. Bununla bağlı fikir mübadiləsi aparmaq üçün çox dəyərli ekspertlərimizi sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Qəhrəman Qarayev və beynəlxalq hüquqşünasımız, çox dəyərli ekspertimiz Yeganə xanım Hacıyeva. Xoş gəlmişsiniz. Xoş gəldiniz. Yeganə xanım, bizim ətrafımızda da, çevrəmizdə də yetərincə insanlar var. Bank kartlarından belə deyək ki, pulların silinməsi və zəng olunur, təhlükəsizliklə bağlı bank əməkdaşı kimi özlərini təqdim edən şəxslər var. Əfsus olsun ki, bununla bağlı dövlətimiz yetərincə mübarizə aparmasına baxmayaraq, əfsus olsun ki, bu günləri istənilən şəxs, yəni bank kartından istifadə edən şəxslər, belə deyək ki, burada hüququ bilməmək, belə deyək ki, savadı olmayan, savadsız hər hansı bir şəxsdən söhbət gedə bilməz. Burada söhbət sırf bank kartından istifadə edən şəxslərdən söhbət gedir. Əfsus olsun ki, bank kartlarından təhlükəsiz adından, bank adından zənglər olur və vətəndaşların müəyyən məbləğində pullar silinir. Onunla bağlı həm qanunvericilik müəyyən hüquq münasibətlərini tənzimləyir. Belə ki, Azərbaycan Respublikasının bax bugün qüvvədə olan Cinayət Məcəlləsinin, operativizə xahiş edirəm yaxından götürsün, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271 və 273-cü maddələrin kompüter və kompüter vasitələrinin daxil olmaqla cinayət törədən şəxslərə kiber cinayətkarı sırf bu normaya aiddir. Burada cəza ilə bağlı 2 ilə qədər və 2 ildən 4 ilə qədər və 4 ildən də 6 ilə qədər ağır sanksiyalar mövcuddur və hesab edirəm ki, bu günləri həmən çirkli pulların yuyulması ilə bağlı və həm əmlak formasında, həm də pul şəklində legallaşdırma ilə bağlı qanunvericilik bir neçə münasibətləri tənzimləyir. Yeganə xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun Əkbər bəy. Siz və bizim qonağımızı, həmçinin izləyicilərimizi salamlayıram. Bildiyiniz kimi, dünya yeni bir erada, rəqəmsal eradadır və bu o deməkdir ki, hər gün daha çox həyatımıza məhz bu yeni texnoloji alətlər dediyimiz yeni sistemlər girir və biz birini öyrənib yekunlaşınca
ilin sonunda bu texnoloji şirkətlər yenilərini tətbiq edir və biz bugün sıravi insanın... Yəni, texnologiya özü sübut eləməmiş, artıq onun üzərində cinayətkarlar öz çirkin əməlləri həyata keçirə bilir. Bir mənalı. Məsələ ondadır ki, dünyanın bütün vaxtında başqalarının pulunu ələ keçirməsinin tarixin şərtləri, mövcud şərtlərdə yolları olub. Bugün isə demək olar tarixdə ən asan yolla başqalarının pullarını istər kütləvi şəkildə, istər hissə-hissə, istərsə də süzmə yolu ilə ələ keçirmə imkanları var. Onu qeyd edim ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə il ərzində insanların, dünyanın, yəni planetdə insanların kartlarından kiçik miqdarda pulların oğurlanmasının ümumi məbləği 10,3 trilyonla 13 trilyon arasındadır. Yəni təsəvvür edin, bütün dünyada hər gün biz daxil oğurlanan kiçik qəpiklər və s. bunun hesabına ildə bu qədər maliyyə oğurlanır. Hansı yollarla əldə olunur? Bunun hal-hazırki dövrdə bir neçə yollar var. Qeyd edim ki, ən geniş bir neçə üsul var ki, onlar haqqında danışmaq istərdim. Məsələ ondadır ki, phishing və vishing, həmçinin scamming deyilən bir 3 sistem var. Bunlardan biri SMS yolu ilə vətəndaşa göndərilən linklərin açılması istiqaməti nəticəsində məhz kart rekvizitlərini, göstəricilərin ələ keçirilməsi ilə maliyyənin uğurluğu belə deyək. İkinci vishing bu, əgər birinci SMS yolu ilədirsə, ikincisi artıq bir mənalı olaraq zəng yolu ilədir. Sizə zəng gəlir, siz cavab verməli, artıq sizin telefonunuzda müxtəlif onlayn platformalarda əldə olun. Belə çıxır ki, Yeganə xanım, sizin məntiqiniz arasında o törədilən cinayətə biz özümüz dəstək oluruq. Bir mənalı kömək edirik. Bir mənalı, çünki zəng gəlir, biz o zəngə cavab veririk. Cavab verdiyimiz halda bizim telefonlarımızdan istənilən onlayn platformalardakı onların da göstəriciləri var. Onlar ələ keçirilir. Burada bir neçə istiqamət üzrə pullar ələ keçirir. Kiçik-kiçik bizim diqqətimiz olmur. Məsələn, biz baxırıq 5 qəpik vardı, baxırıq 2 qəpik olub, heç bu bizim diqqətimizi çəkmir. Buna süzmə yolu deyirlər, süzülür təxminən. Bir də Yeganə xanım, o kartda o məbləğin olub-olmaması ondan hardan görə bilir? Onu deyir ki, bank əməkdaşlarına bu da əməkdaşlıq edir. Xeyr, məsələ ondadır ki, hal-hazırki dövrdə bank sistemi... Bax, bir dənə sualını belə formalaşdırdım da. Kimin kartdan pul varsa, hədəf onlar seçilir. Bir mənalı olaraq hədəf olaraq seçilir, amma məsələ ondadır ki, bugün dünyada hamının kartı var və kartında da böyük əksəriyyətin pul var, amma çox böyük maliyyə imkanları olan insanların kartlarının pul az olur, nəinki təqaüdçülərdə. Dünyada ən çox pulu oğurlanan kateqoriya bugün təqaüdçülərdir, çünki onların təcrübəsi azdır. Azərbaycanda qismən bu azdır, çünki Azərbaycanın təqaüdçüsü təqaüd oturan kimi pulu çıxartmaq istiqamətində, cibində saxlamaq istiqamətində bir əminliyi var. Amma dünyanın müxtəlif yerlərində, məsələn, səfər edən insanlar pulu orada dəyişməmək üçün, exchange-lərdə, mübadilədə çox pul itirməmək üçün, vaxt itirməmək üçün kartda saxlayırlar və hədəfə gəlirlər. Məsələ ondadır ki, sizin sual bank, belə deyək də, əməkdaşlıq varmı? Bəzən olur, belə hallarda situasiyalar var ki, bir neçə epizod üzrə, amma ümumilikdə bugün maliyyə sistemi, dünya maliyyə sistemi... Çox bizim digər vəkilimiz də Azərbaycan Vəkillər Kollegiyasının Mahirə xanım Kərimova. Buyurun, əyləşin. Məsələ ondadır ki, Mahirə xanımı da salamlayırıq bu arada. Məsələ ondadır ki, maliyyə sistemi ümumdünya bu günləri sistemdir və bu sistemdə biraz geniş, belə deyək, IT təcrübəli olan insanları istənilən yerdə istənilən insanın maliyyəsini hesablaya bilir. Məsələn, nümunə üçün deyim, bank sektorunda, fəaliyyətin əvvəlində bank sektorunda işlədiyim üçün və orada da SWIFT sistemdə işlədiyim üçün mən hər hansı bir ölkənin vətəndaşının ikinci ölkədə biznesindən qazandığı maliyyənin üçüncü ölkədə banka yatırımını izləyə bilirəm. Yəni, bu tək xüsusi bir qabiliyyət deyil. Sadəcə bu sahədə təcrübəsi olan, işləyən hamı bunu bilir. Məsələn, çirkli pulların yuyulması istiqamətində, hansında ki, məndə də oradan da araşdırmalar, yəni bizim mediamızda bu görsənib, hansı sayda bu istiqamətdə də geniş təcrübəm olur və bu da digərlərində həmçinin. Bu deməkdir ki, bu günləri dünyada heç kim məhz çirkli pullar da daxil, yuyulması da daxil, onun kart rekvizitləri çirkli pulların yuyulmasında iştirak, özündən xəbərsiz iştirak etmək də daxil, maliyyə oğurlanması da daxil.
dələduzluq və s. bunun heç birindən heç kim sığortalamayıb. Sadəcə bir yol var. O da məlumatlandırmaq, maarifləndirmək ki, bu çox vacibdir. Ona görə hesab vacibdir. edirik ki, bu günləri qanun və icra proqramına baxmaq kifayətdir ki, kibercinayətkarlıqla bağlı fikirlərimizi biz sizlərlə paylaşırıq. Ümumiyyətlə, kibercinayətkarlıqla bağlı məsələdə hüququn bir hissəsi də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bağlı münasibətləri tənzimli. Burada həm dələduzluq var, həm kibercinayətkarlıq bir-birinə vəhdət təşkil edir. Müharrə xanım, xoş gəlmisiniz. Sağ olun, Əkbər Bunu biz bəy. ləngidiniz. Yəqin şəhərdəki tıxacla bağlıdır. Bəli, tıxacla bağlı üzrə buyurun. hesab edeyim məni. Deməli, mən öz təcrübəmdən misal gətirmək istəyirəm. Mənə müraciət etmiş şəxsim, deməli, adını çəkmək istəmədiyim bir bank var. Bu bankdan müəyyən vəsait götürür kredit. 2000 manata yaxın pul xərcləyəndən sonra bunun kartında qalan Esmir xanım, buyurun. 10 minə yaxın məbləği deməli Ukraynada bir ticarət mərkəzindən 3 dəfə, 3 hissədə oğurlanır bu pul. Vətəndaş deməli Apple Pay Azərbaycan vasitəsilə Vəkillər Kollegiyasının Esmir xanım Rızayeva. deməli hər dəfə pul vəsaiti çıxdıqca telefona bildiriş gəlir ki, filan məbləğ çıxıldı, filan məbləğ çıxıldı. Dərhal zəng eləyir banka. Bank bildirir ki, hüquq mühafizə orqanlarına müraciət eləyin. Ancaq bank OTP kodunu göndərmiş olur. Yəni hər 3 pul vəsaiti çıxarışı zamanı OTP kodu göndərilib vətəndaşa. Vətəndaş hüquq mühafizə orqanına müraciət eləyir. Müraciətə baxılır və vətəndaşa izah olunur ki, cinayət işi başlanıla bilməz. Ancaq bu halda mən düşünürəm ki, cinayət işi başlanmalı idi. Çünki kartdan pul vəsaiti oğurlanmışdı. Biz təbii ki, həmin qərardan şikayət verdik, rədd qərarından şikayət verdik və məhkəmə təmin elədi. Və biz eyni zamanda da mülki qaydada müraciət elədik. Bank çünki tutmalar davam olunurdu. Amma Mahirə xanım, biz fikirləşək ki, hər hansı bir bank ətrafında və bankin adı ilə bağlı məsələlərdə, indi mən Qəhrəman müəllim nəyə görə dəvət eləmişəm, ona xüsusilə bir sual verəcəm və bu məsələ aydınlıq gəlsin. Bank sektorunda, əgər mən hər hansı ad çəkmirəm, hər hansı bir bankda mən pensiya alıramsa və əmək haqqımı alıramsa, o bank mənim bütün belə deyək, kartıma, təhlükəsizliyimizə cavabdeh olmalıdır. Cavabdeh olmalıdır. Bəli. Çünki itirməli. Mənim təqaüdüm var. Təqaüdə görə mən bir ay işləmirəm. Bir ay elimi, gücümü, bütün o xaladenimi üçün hesab edirəm ki, bir ayda soyuducu dolduracam gözünü. Düzdür? Bəli. Ona görə də mən hesab edirəm ki, məsələn, bir mən soyuducum, evim, xeyrim, şəhərimdə insanlarla ünsiyyətli olmaq üçün, cəmiyyətdə belə deyək ki, bəzi bu belə deyək ki, iqtisadiyyatımı qarşısına almaq üçün bank da mənim təhlükəsizliyimə təminat verməlidir. Bəli, bəli. Tam haqlısınız. Bank bildirir ki, biz OTP kodu göndərmişik. Yəni o kod heç kəsə verilə bilməz. Vətəndaş da iddia eləyir ki, yəni mən heç kəsə OTP kodu verməmişəm. Onlar kiber həmin o cinayətkarlıq vasitəsilə həmin yollarla indi Apple Pay-dir. Kart məlumatları əldə ediblər, ümumiyyətlə telefona müdaxilə ediblər. Hansı formada OTP kodunu əldə edib 3 hissədə deməli vətəndaşın pulu oğurlanıb. İcazənizlə mən çox maraqlı məqama toxundum. Sadəcə bu hissədə necə olurun mexanizmləri haqqında danışmaq istəyirəm. Məsələ ondadır ki, yaradılan klon nömrələrdən bəlli bir adamın hesabında pul varsa və bu kart göstəriciləri bir nömrəyə bağlıdırsa, nömrənin klonları yaradılmaqla onlara gələn mesajlara nəzarət, xüsusilə zənglərdən söhbət getmir, rəqəmlərə nəzarət etməklə əldə olunması olur və bu artıq son 7-8 ilin ən geniş, yayğın yayılmış formasıdır. Biz niyə hər gün bunu daha çox eşidirik? Çünki biz son illər ümumi bir kartlaşma sistemi getdi. Pandemiyadan sonra hamı kart əldə etdi və bu gün çox az adam var Azərbaycanda ki, onun kartı yoxdur. O yüzden yenilikdir. Amma ümumilikdə bugün istər bankın iştirakı olmadan, istər Azərbaycan maliyyə sistemində hər hansı bir cavabdeh şəxsin iştirakı olmadan Azərbaycanda istənilən şəxsin kartlarına maliyyə çəkilə bilər və bu qlobal kiber cinayətkarlıqdır ki, BMT səviyyəsində və bir sırada Avropa qurumları, dünya, məsələn, Europol, nə deyirlər ona, Avropa polisi səviyyəsində, Interpolun bir qolu səviyyəsində məhz bu cinayətkarlıqla qlobal mübarizə yolları axtarılır. Aydındır. Esmir xanım, xoş gəlmisiniz. Xoş gördük. Həmişəki kimi aktual mövzular üzərində işləyirik. Sizin kartınızdan pul oğurlanmayıb.
Yox, amma bizə müraciət edən müvəkkillər var və ən acınacaqlı vəziyyət nədir? Məbləğlərin az olması. Yəni gözə çarpacaq məbləğ olmadığına görə bəzən çox da ola bilər. Bu artıq qlobal hal alır. Amma az məbləğ köçürüləndə artıq vətəndaş da laqeydcəsinə yanaşır ki, 50 manatdır, 100 manat da əş. Onun dalından düşüb əzab çəkənə, ora polisə müraciət elə, banka get, vaxt itkisi. Və bir çox vətəndaşlar da artıq sanki bundan əlini üzürlər. Amma kolleqamın çox düzgün vurğuladığı kimi, yəni buna bir nömrəli məsuliyyət daşımalıdır banklar. Əgər banklar bizə bu kartları verirsə, ən azından bizə deyilir ki, kodlar məxfidir, heç kəs bilmir, təhlükəsizlik bank tərəfindən təmin edilir. Lakin banka bununla bağlı müraciət edən vətəndaşlara bildirilir ki, neyiniyik ki, bir cinayətkarlıqdır, gedin polisə müraciət edin. Hətta mülki qaydada da əsassız varlanma ki var. Biz bəzən olur ki, səhvliklə də, yanlışlıqla. Aşkar olunsun ki, qarşı tərəf ki, biz ona qarşı hətta onda belə əziyyət çəkirik ki, banka müraciət elə, bank onun şəxsiyyətini müəyyən edənə qədər ki, prosedur zaman alır və o qədər yersiz suallar və belə deyim də, gəlgetlər olur ki, vətəndaşlar bir növ artıq deyir ki, bu 50 manata, 100 manata görə başımı ağrıtmayım. Amma bu hal artıq külli miqdarda kimi səslənəndə artıq təbii ki, bu bir növ siqnal olmalıdır dövlət və cəmiyyət üçün. Çünki biz bilirik ki, dövlətlə bağlı məsələlər öz həllini tapır. Amma sadəcə vətəndaşın özündə Mahirə xanım qeyd elədi. Yəni məsuliyyətsizimiz var. O cinayət törədən şəxsə biz dəstək oluruq. Məsələ ondadır ki, çox üzr istəyirəm. Bəlli platformalar var ki, o platformalara onlar belə deyək də ötürücü rolunu oynayır. Bir reklam çıxır Facebookda, biz o reklam cazibədar olur. Emosional belə deyək də diqqəti cəlb etmə üsulları ilə istər-istəməz biz ona klik edirik. Bu sadəcə klik deyil. Bu artıq belə deyək də bizim məlumatlarımızın əldə olunması üçün tələdir. Biz özümüz tələyə düşürük. Amma bank sektorunun ölkədən kənarda maliyyə oğurluğunu izləmək imkanı sadəcə yoxdur. Çünki bu bizim yurisdiksiyada deyil. Bu mənada belə təcrübələr var. Amma doğrudan da vətəndaş hüquqları çərçivəsindən bu belə deyək də, çox pis haldır. Bilirsiniz, İlqin xanım, sarsıdıcı haldır. Ən çox mənim bugünkü gün mövzumuzun belə deyək ki, bir xətti də Qəhrəman müəllimlə bağlıdır. Qəhrəman müəllim... Şəxsən nə yəni? Yox, üzr istəyirəm, deyəcəm nəyə gəl. Qəhrəman müəllim əmək peşəkar vəkil olmaqla bağlı, peşəkar belə deyək ki, vəkil olmaqla bağlı tanınmış böyük bankların birinin, hüquq departamentinin direktor müavinidir. Bu işləri daha yaxşı bilir. Həm bank tərəfindən, həm də vəkil gözü nəzərindən. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə sizi salamlayıram, çox gözəl və dəyərli həmkar xanımlarımı salamlayıram və tamaşaçılarımızı salamlayıram. O cümlədən də təşəkkür edirəm həmişəki kimi bu verilişin ərsəyə gəlməsində Əkbər müəllim sizə və kanalın rəhbərliyinə. Hərçənd ki, həm şərait yaradılır, bir hüquqşünas kimi həm özümüz maariflənirik, digər həmkarlarımızın vasitəsilə. Eyni zamanda da bizi dinləyən tamaşaçılarımıza da hesab edirəm ki, bir faydamız olur. Dediyiniz məsələ ilə bağlı mən istəyirəm ki, daha belə deyək, tamaşaçılarımıza, hansı ki, nəzərə alsaq ki, bizim tamaşaçılarımızın daha çox təşkil edən kontingent və hörmətli həmkarlarımız təqaüddə olanlarımız var. Həm təqaüddə olanlarımız, həm də ki, bu dediyimiz həssas qrupdadır, təqaüd ehtiyacı olanlar. Kiber cinayətkarlığın qurbanı olan şəxslər bəlli məsələdir ki, bunun belə deyəndə yüksək əksəriyyəti bu sahədə məlumatsız olan şəxslərdir. Ona görə də çalışaq ki, onların bizi daha rahat belə deyək, bank termini, digər hüquq terminlərdən yox, onların başa düşəcəyi dil formasında danışaq ki, məsələ nədən ibarətdir? Bax, hazırki yaşadığımız cəmiyyət, ümumiyyətlə cəmiyyət deyəndə durum elə bir vəziyyətdəyik ki, biz istəsək də, istəməsək də sanki həyatımız ikilənib. Biri var real həyatımız, biri virtual həyatımız. Bu bütün sahələr üçün keçərlidir və aktualdır. Məsələn, ən belə deyək də üstün, bax, hörmətli prezidentimizin müxtəlif sərəncamlar, bizim qanunverici orqan tərəfindən müxtəlif qanunlar qəbul olunub. Elektron hökumət, artıq hökumətimiz də sanki müəyyən hissəsi elektronlaşdırılır. O cümlədən biznes sahəsi elektronlaşdırılır. Bax, ona görə də qəbul eləmək lazımdır ki, bizim real həyatımızdan
Daha çox mən bəzi yerlərdə də hətta təklif vermişəm. Düzdür, bununla bağlı işlər gedir, amma demək olar ki, bizim hazırki həyatımız, o cümlədən fəaliyyətimiz, yaşam fəaliyyətimiz 50-50-yə virtuallaşıb. Təxminən yarı hissəsi virtuallaşıb. Hətta mən təklif eləmişdim, eləyirəm də ki, bununla bağlı düzdür. Müəyyən dövlət strukturlarında, hüquq mühafizə orqanlarında xüsusi bu kiber cinayətkarlıqla məşğul olan polis və s. var. Amma hesab edirəm ki, azdır. Əgər bizim həyatımızın 50% hissəsi artıq virtuallaşıbsa, burada mövcud olan, fəaliyyət göstərən hüquq mühafizə orqanının fəaliyyəti qədər də digər tərəfdə olmalıdır. O cümlədən də təkcə bu hüquq mühafizə orqanının fəaliyyəti ilə bağlı deyil, biz bayaq həmkarlarım qeyd elədi, maarifləndirmə ilə bağlı da hansı ki, məsələn, elə qaydalar var ki, biz sürətlə inkişaf edirik. O qaydalar, Yeganə xanım bayaq vurğuladı ki, hətta biri tam qavranmamış, digər yeni texnoloji həllər, texnoloji qaydalar müəyyən olur. Artıq hələ biz o əvvəl çıxanı mənimsəməmiş, orta səviyyəli, yenisi çıxır. Bunun üçün də çox çevik, ona uyğun olaraq maarifləndirmə getməlidir. Bu, xüsusən mövzu bu bank sektoru və yaxud kiber cinayətkarlıq, o cümlədən o çirkli pulların yuyulması bununla bağlıdırsa, burada da yenə bax, bizim digər sahələrlə yanaşı bank sektoru, ümumiyyətlə maliyyə sektorunun özü də virtuallaşıb, elektronlaşıb. Necə ki, bax, tamaşaçılarımız belə qəbul eləsin ki, bu bankda bu kart dediyimiz var. Necə ki, bankda bizim sandıqçamız var. Yəni, o hesab dediyimiz, hansı ki, o müəyyən pul vəsaitləri ora yatırılır. Həmin o sandıqçamızın da açarı, həmin o kartdır ki, o kart verilir bizə. Biz onu elə istifadə eləməliyik, elə mühafizə eləməliyik ki, o cümlədən də bunun vaxt olduqca mən o elektron təhlükəsizlik məsələsinə toxunacağam. Bunu belə qəbul eləmək lazımdır ki, reklam aramız var. O açar vətəndaşdadır, o açarla çox ehtiyatlı davranmaq lazımdır. Xüsusən təhlükəsizlik baxımından. Aydındır. Bizim bir reklam aramız var. Şəhər Mənzil Tikinti Kooperativinin baş sponsorluğunda bizim verilişimiz ərsəyə gəlir və davam edir. İndi reklamdan sonra biz davam edəcəyik. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Hörmətli tamaşaçılar, mən hesab edirəm ki, bugünkü mövzumuz çox maraqlı mövzudur. Vətəndaşlara olan telefon zəngləri və bank kartlarının müəyyən belə deyək, kodların təkrarlanmaqla vətəndaşları alladırlar ki, güya sizin bank kartlarınıza müdaxilə olunur və o müdaxilənin biz qarşısını almağa cəhd edirik. Bir də baxırsan ki, müəyyən məbləğdə pullar silinir və hər şeydən çıxır. Buyurun, Qəhrəman mənim fikrinizi tamamlayın. İndi bununla bağlı dediyim məsələ odur ki, biri var, bu hansı ki dedik, vətəndaşların müəyyən kredit təşkilatlarında, xüsusən bankda olan, belə deyək, sandıqçası, yəni bank hesabı, hansı ki bütün vəsaitlər həmin hesaba daxil olur, həmin hesab üzərindən mədaxil məxaric olur və o hesabın da açarı, sandıqçanın da açarı kart. Fiziki olaraq. İndi irəliləyən dəqiqədə çalışacaq ki, məlumat verir. Artıq kartların da, digital kartlar, yəni fiziki olmayan kartlar mövcuddur. Hansı ki, biz dedik, bu texnoloji inkişafların sayəsində mümkündür. Amma hər halda faktiki olaraq bugün ölkə əhalisinin 90%-nin istifadə etdiyi fiziki kartlardır. Bu fiziki kartlarında, bəli, burada vurğulandı, o kartı, belə deyək də, hər hansı bir emissiya edən və yaxud o bəlli məsələdir ki, bu beynəlxalq digər təşkilatlarının bizim yerli banklar onun icazəsini alır və ondan istifadə edir. Hər halda o kart buraxmış hansı banka məxsussa onun mülkiyyətindədir. O vətəndaşa o kartdan istifadəni icazə verir. O cümlədən də bəlli məsələdir ki, həmin kartın istifadə ilə bağlı güclü təhlükəsizlik tədbirləri görülməlidir. Bu birinci o kartı verən və o itirilmiş pullarla bağlı cavabdehlik kim üzərinə qalmalıdır? Bax onu deyim. İndi oradan biz durub ittiham eləsək bank və yaxud kredit təşkilatlarının bütün hallarda bu obyektiv olmaz. Və yaxud bütün hallarda da günahı istifadəçidə görsək, bu da ədalətli və obyektiv olmaz. Burada bayaq dediyim kimi, bax fiziki kartların istifadəsində həm hörmətli həmkarlarımız, həm də sizin özünüz də bildirdiniz ki, müəyyən aldadıcı, şirinlikləşdirici və yaxud bank sektoru adından bankın mütəxəssisi kimi özünü təqdim edir və ilkin olaraq o fiziki kartlarda CVC kod deyirlər. 3 rəqəmli xırda kod, o bir individual bir şeydir. O yalnız deməli istifadəçi kart və bir də ki, müştəridə ola bilər. Yəni, kart üzünün nömrəsi istənilən bir şəxs ələ keçirə bilər, şəklin, nə bilim, yerdə tapmasın və s. Amma həmin o, hansı ki, o CVC kod deyirlər, o kart sahibinin özündə olmalı. Kənar şəxslərdə olmalı deyil. Məsələn, deyirəm ki, Esmir xanım, kartını
Mən dedim ki, o kartını göndərim, sənə pul göndərim. Hamı barmağın bir kod var, kodu sən şəklini çəkib göndərir. Amma o barmaq koddan da kartlardan pul çıxarılan mən hallara rast gəlmişəm. O belə deyək də, o kiber dələduzluğun dırnaqarası desək, inkişaf eləmiş o qədər hərəkətləri var ki, indi ona görə deyirəm ki, müəyyən təhlükə, bu ilkin təhlükəsizlik tədbirləridir ki, heç olmasa o gizlənilsin. Amma bəzən onların da elə inkişaf eləmiş kiber dələduzluqlar var ki, o müəyyən mühafizə xəttlərində aşa bilirlər. Ona görə də daha güclü və yaxud bir neçəli mərhələli şəkildə təhlükəsizlik tədbiri görülməlidir ki, onlar ondan kart sahibinin icazəsi olmadan və yaxud aldadılmış formada sanki özlərinin icazəsi ilə hesablarında olan vəsait üzərində sərəncam verə bilməsin. Aydındır. Hörmətli tamaşaçılar, biz Şəhər Mənzil Texnik Kooperativinin baş sponsorluğu ilə verilişimizi davam etdiririk. Şəhər Mənzil Texnik Kooperativ Bakı və Bakı ətrafında çox mərtəbə yaşayış binalarını tikməklə məşğuldur. İlkin ödəniş təmir evlər üçün 20-25 min manata təklif olunur və təmirsiz evlər isə 5 min manata təklif olunur. İstənilən şəxs Şəhər Mənzil Texnik Kooperativinin alqı-satqı müqavilə şöbəsinə yaxınlaşmalı və vəkil və hüquqşünaslarla yaxınlaşmalı istədiyiniz təqdirdə və müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş edib belə deyək ki, mənzilə sahib ola bilərsiniz. Yeganə xanım, Esmira xanım, sizin fikrinizdə bəzi belə deyək ki, ziddiyyətli ifadələr gördüm. Nə mənada? Məsələn, qəhrəman məmləkət vətəndaşın özünə məsuliyyət daşımalıdır. Bəli. Niyə görə vətəndaş məsuliyyət daşımalıdır? Əgər mənim təhlükəsizliyimi siz təminat vermisinizsə? Məsələ ondadır ki, bugün süni intellekt dediyimiz məlumatların generasiyası ilə, mövcud məlumatların generasiyası üsulu ilə istədiyi nəticəni əldə etmək istəyən bir məfhum var. Bu gün insan övladı, bəşəriyyət, süni intellektin insanın ağlına hansı səviyyədə sirayət etməyinin sərhədlərini bilmir. Baxın, biz bir şey fikirləşirik, süni intellekt və yaxud da sosial platformalar bizim qarşımıza onu çıxardır. Məsələn, sən fikirləşirsən, yəqin ki, xanımlar olub şarf düşünürsən və bir də görürsən ki, şarf mağazinləri sənin çıxır. Demək istədiyim odur ki, bu gün barometrik göstəricilər üzərindən emosiyaların oxunması, həmçinin ekran üzərindən emosiyaların generasiya edilməsi və məlumatların generasiya edilməsi üzərindən bir sistem mövcuddur. Bu sistemdən orta statistik vətəndaşın xəbəri yoxdur. Bu sistemdən orta statistik bank işçisinin xəbəri yoxdur və təhlükəsizliyi hələ də belə dünyada 90% bank sisteminin tətbiq etdiyi təhlükəsizlik işçisinin də belə xəbəri yoxdur. Çünki bu generasiya edən sistemdir. Bax, bu günləri Esmira xanımı, Mahirə xanımı, siz və mən, eyni zamanda Qəhrəman müəllimi qohum-əqrəbə münasibətdə olduğu kimi tanımır, virtual dünya ilə tanıyır. Sosial şəbəkə üzərində bizi tanıyırlar. Bu bizim problemimiz yoxsa problemimiz deyil. Buyurun. Bəli, mən xüsusilə bir şey qeyd etmək istəyirəm. Məsələ ondadır ki, bütün dünyada olduğu kimi Azərbaycanda bu sahədə müəyyən bir addımları atmaq istəyir və xatırlayırsınızsa, keçən həftə Azərbaycan Prezidenti yanında Rəqəmsal İnkişaf və Nazirliyi üzərindən bir müşavirə keçirdi və müşavirədə həmin nazirliyə aidiyyatı, yəni kiber təhlükəsizlik də daxil, kiber sahə, nəzarət imkanları, geniş imkanları olan nazirliyə məhz belə deyək də Azərbaycanda vətəndaşlar da daxil, dövlət qurumları da daxil, təhlükəsizlik sistemləri də daxil, bunların məlumatların qorunması istiqamətində bir yanaşmalar ortaya qoyuldu. Nədən ibarətdir? Amma bu dövlət sirridir, məxfilik də nəzərdə. Məsələ ondadır ki, bütün dövlət qrupu, baxın orada bir məqam keçdi. Məqam nədən ibarət idi? Azərbaycan Prezidenti tövsiyə etdi Nazirliyin rəhbərliyinə ki, siz dövlət qurumlarının özünün elektron tətbiqləri ilə bağlı vəziyyəti nəzarət etməli və bunun bütün alış-veriş hər mənada, yəni sıravi insan alverişdən söhbət getmir, dövlət alqı-satqısı, məlumatların qorunması və s. Bunların hamısı bir nazirlik tərəfindən ciddi dəmir nəzarətdə olmalıdır. Və bu nə üçün lazım idi? Məsələ onda da az öncə, mən fərqindəyim idi biz danışdığımız orta statistik vətəndaş bu sözlər ona tanış gəlmədiyi üçün çox da fərqində deyil. Amma bir şey var, bir vətəndaşın kartından onun təhlükəsizliyinə kifayət qədər ciddiyə almayıb, onlayn platformalar üzərindən girdiyi saytlardakı pirat və oğurluq kiber dələduzlarda o linkin açmasının cavabdehi bankın üzərindən deyil. Bax, mən bank maraqlarını müdafiə etmək istəmirəm. Məsələ ondadır ki, qəbul edirəm sizin fikriniz, bu sizin fikriniz. Amma bunun 50%, yəni sistem o qədər Ruslan bir söz var, uyğun olmamalıdır, zəif olmamalıdır ki, bu bir formada olsun. Məsələn, məlumatlar az öncə də dəyərli qonağımız qeyd etdi ki, ona göndərilən bank tərəfindən Mahirə xanıma soruşacağam. Sən soruşacağam. Məsələn, bizə bu bəla hardan gəlir? Ən çox
mənim icraatım olur. Ukraynadan bir də Avropa dövlətlərindən. Bəli. Ukraynada ticarət mərkəzindən 3 dəfə olmaqla vətəndaş çəkilir. Vətəndaş dərhal banka müraciət edib. Bu zaman bank o birinci elə müraciətdən sonra bloklaya bilərdi kartı. O tipi kodu göndərmək əvəzinə, yəni bir tədbir görə bilərdi. Lakin bank tərəfindən heç bir təhlükəsizlik tədbiri Və görülmədi. vətəndaşın özünün maddi imkanı varmı onu bloklanmağa? Əlbəttə, hamımız kartımızı Əslində bloklaya Əkbər bilərik. müəllim, bayaq Qəhrəman müəllim də toxundu o mövzuya. Yəni vətəndaşlar o qədər maarifli deyil. Aydındır. Ona görə də xahiş edirəm ki, yəni siz də özünüz də, yəni bugünkü verilişimizdə vətəndaşları maarifləndirək ki, vətəndaşın özünün birbaşa bloklamaq hüququ var. Bəli, belə bir funksiya var. Ancaq bunu hər vətəndaş bilmir. Ona görə də banklar kredit kartları verən zaman və yaxud da ki, vətəndaş öz kartına, hesabına pul yatıran zaman, hesab açan zaman bu funksiyalarla mütləq şəkildə vətəndaşları tanış eləməlidirlər. Və mən sizi inandırım ki, biz indi deyirik ki, bankların imkanları xaricindədir də bəzi məsələlərin qarşısını almaq. Elə məqamlar olur ki, bal kimi də qarşısını ala bilirlər. Yəni mənim təcrübəmdə olub ki, bank yaxasını çəkib qoyub kənara. Mən o pulu öz ailə daxilimdə olmuş bir məsələ idi. Vəsait böyük olmasa da mən onu qaytardıra bildim. Yenə dediyimiz kimi link çıxmışdı qarşısına yoldaşımın. Daxil oldu həmin linkə. Siz mikrofondan istifadə edin. Səsiniz yaxşı gəlmir, mikrofondan istifadə edin. Linkə daxil olduqdan sonra və mütəmadi olaraq deməli bunun hesabından pul vəsaiti çıxılmalı idi. İlkin etapda çıxılandan sonra dərhal kartını dəyişdirdi və banka bildirdi ki, məndən xəbərsiz bu vəsait çıxarılıb məndən. Xahiş edirəm, geri qaytarın. Bank yaxasını çəkdi, qoydu kənara. Mən saytın rəhbərliyinə hansı linkə ki daxil olmuşdu, ora yazdım. Hədələdim ki, məhkəməyə müraciət eləyəcək, hüquq mühafizə orqanlarına biz sizlə müqavilə şərtində belə bir şey yox idi ki, siz mütəmadi olaraq biz aldıq, almadıq, bizdən bu qədər vəsait çıxacaqsınız. Pul geri qaytarıldı, biz kart məlumatları verdik ki, bizim kart məlumatlarımız yenilənib, dəyişilib. Hər bir halda belə deyək də, hər bir bank özünün imicini qorumalıdır. Bəli, təbii ki, qorumalıdır və o tipi kodunu göndərmişəm deyibən yaxasını çəkib kənarda durmamalıdır. Çünki vəsait 150-100 manat deyildi. Yəni mənim o bayaq misal çəkdiyim kazusda 12.000 manat vətəndaşın bank kartından pul vəsaiti oğurlanmışdı. Aydındır. Mən xüsusilə qeyd etmək istəyirəm ki, bugünkü ümumiyyətlə cinayət yolu əldə olmuş əmlakların leqallaşması ilə bağlı konkret 193-cü maddənin dispozisiyası və onun sanksiyası ilə bağlı fikir mübahisə aparmaq istəyirəm. Burada qeyd olunan vurulan zərərlə bağlı cəza, yəni o sanksiyanın axır belə cəza hissəsində 2 ildən 5 ilə, 5 ildən 8 ilə və 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Esmə xanım, buyurun. Əkbər müəllim, bayaq Qəhrəman müəllimin fikrinə bir əlavə eləmək istəyirəm. Sadəcə növbəli şəkildə danışaq deyə bir-birimizi gözləməliyik mədəniyyət xatirinə. Və nəyi düzgün vurğuladı? Mahirə xanım da vurğuladı onu. Yəni ilk olaraq vətəndaş məsuliyyət daşıyır. Yəni elektronlaşma dövründə yaşayırıq. 21-ci əsr hər şey elektronika üzərindədir. Ən azı vətəndaşa bank təqdim edəndə izah edir ki, bu hansı CVC koddur? Amma bank adı ilə, bank əməkdaşı adına olan zənglər ki var, insan ona güvənib və reaksiya verməlidir. Deyilir ki, məsələn, siz oturursunuz burada. Deyirəm ki, Esmə xanım, sizin orada maşınınızı şüşə sındırırlar. Siz nəyə reaksiya verəsiniz? Ya 102-ni yığasınız, ya da hadisə yerinə getməlisiniz. Hadisə yerinə gedənə qədər 102-ni istifadə edəsiniz, gedib 102 gəlib baxacaq ki, maşın şüşə sındırılmıyor. Yalan məlumat verdiyinə görə sənin məsuliyyətin varmı? Təbii ki. Buyurun. Yəni ilk nəyə qeyd edeyim? İlk məsuliyyət təbii ki, vətəndaşların da üzərində var. Vətəndaşlar deməsin ki, sırf bank daşıyır məsuliyyət və yaxud gedəcəm hüquq mühafizə orqanları uzun-uzadı prosedurlar keçirdiyi zaman da şikayət edirlər ki, niyə bu qədər uzanır? Yəni ən azından elektronika dövründə isə biz bu prilajeniyalar, applicationları telefona da yükləyə bilərik və yüklədiyimiz zaman biz kartı orada da blok edə bilirik. Lakin biz bunu etmək iqtidarında deyiliksə, necə ki, Qəhrəman müəllim deyir ki, yaşlı təbəqələr ən çox dələduzların qurbanı olurlar, kiber cinayətlərin. Valla mən elə fikirləşmirəm, cavanlar da olur. Cavanlar və uşaqlar, mən nəyi nəzərə çatdırmaq istəyirəm? Məlumatı az olan uşaqlar. Tamahın qurbanı olurlar. Müəyyən proqramlar var, hətta oyun kimi və yaxud dil öyrənmə bir proqramları var ki, uşaqlar üçün ilkin olaraq onu pulsuz təqdim edir. Bir həftə, bir ay sonra artıq pullu versiyasını təqdim edirlər və uşaq və yaxud elə öz yaşıdlarımız da edə bilər ki, linki davam etdiyi şəkildə artıq pullar çıxır, biz bilmirik pul hara çıxır, necə çıxır, davamlı Mahirə xanım kimi dediyi kimi.
Yəni davamlı çıxıntılar başlayır çıxmağa və biz bilmirik pul hara getdi, necə getdi, niyə getdi, nəticə də ortada yoxdur. Aydındır. Eyni şəkildə bayaq leqallaşma ilə bağlı sual verirsiniz. Burada leqallaşma nədir? Yəni biz əgər biliriksə ki, cinayət yolu ilə əldə olunmuş hər hansı bir əmlakdan söhbət gedir və həmin əmlakın gətirdiyi mənbəni gizlədirik, şəxsi gizlədirik, onun hansı yolla əldə olunmasını gizlədirik və həmin əldə olunmuş leqallaşma nəticəsində əldə olunmuş əmlakın sayəsində gəlir və yaxud əqdlər bağlayırıqsa, bu artıq cinayət yolu ilə əldə olunmuş bir əmlakdan söhbət gedir və qeyd etdiyiniz kimi 2 ildən 5 ilə qədər təkrar törədildikdə, artıq bir qrup şəxs tərəfindən törədildikdə, artıq 5 ildən 8 ilə qədərdir. Mütəşəkkil dəstə tərəfindən törədildikdə isə artıq 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Və digər bir məsələ də kibercinayətlərlə də bağlı. Yəni biz deyirik ki, qanunda bunlar nəzərdə tutulur. Amma bəzən qanun da, belə deyək, hüquq mühafizə orqanları da Ukrayna kimi Avropa tipli ölkələrin qarşısında bu kimi çətinliklərlə rast gələndə artıq ya əlimizi üzürük, bayaq qeyd etdiyimiz kimi. Çünki hər vətəndaş da bunun arxasıca axıra qədər gedə bilmir. Və yaxud da artıq o qədər inkişaf edir ki, təəssüf. Qəhrəman mənim bank sektorunda bu gün hal-hazırda fəaliyyət göstərdiyinə görə onun təcrübəsi bizdən fərqlidir. Buyurun. Həm müdafiə tərəf, həm də hücum tərəf. Bax, belə deyək də, burada məsələ ondan ibarətdir ki, bayaq izah elədiyimin həm də bir əlavə mahiyyəti ondan ibarətdir ki, biz adi qaydada, real həyatımızda, ənənəvi qaydada öyrəndiyimiz təhlükəsizlik qaydaları vardı. İstəyir sənədlərə münasibət, istəyir pula münasibət, hansısa seyfə qoyurduq, onun ağzını bağlayırdıq və s. və ilə axır. Onun o təhlükəsizlik qaydaları tələb edirdi. Amma indiki fəaliyyətimiz, o cümlədən bayaq hörmətli həmkarımız qeyd elədi, xüsusən görün nə dərəcədə bu lazımlı, effektiv, əhəmiyyətli məsələdir ki, ölkə başçısı bununla bağlı xüsusi tədbir keçirilir. Burada hətta onun sırf profili həmin sahəyə aid olan dövlət qurumuna əlavə səlahiyyətlər verilir və s. və ilə axır. Yəni bu göründüyü kimi bizim həyatımızın həm dövlət olaraq, həm vətəndaş olaraq ayrılmaz tərkib hissəsidir. Hətta deyərdim ki, ən çox hissəsi getdikcə ona sirayət edir. Ona görə də indi biz hazırda danışdığımız bu xüsusən də bu bank kartlarından, bank hesabından, o hansı ki hesab sahibinin icazəsi və razılığı olmadan vəsaitlərin oğurlanması məsələsidir. Burada yenə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı. Düzdür, burada bəzən görürsən ki, praktikamızda olur, biz özümüz də vəkil kimi çıxdığımız işlərdə bəzən məhkəmədə sübut olunur ki, həqiqətən bu təhlükəsizlik tədbirini görməli olan bank sektoru ya görməyib, ya da çox zəif görüb, bunun əsasında bu dələduzluğun qurbanı və hesabdan vəsaitin silinməsi olub. Amma dediyimiz kimi, bunu hər bir şəxs artıq vəzifəsindən, nə bilim, tutduğu mövqeydən, təhsilindən asılı olmayaraq, bu artıq bu həyat şəraitidir, bunu bilməlidir. Deyək ki, biz bildiyimiz kimi ölkə üzrə belə demək olar ki, əhalinin çox əksər hissəsi bu bank kartlarından istifadə edir və bunun üçün də bu təhlükəsizlik qaydalarını bilməlidir. Bayaq dediyim ilkin olaraq heç olmasa ən sadə təhlükəsizlik qaydaları ki, bank kartının üzərində olan o xüsusi rəqəmlər paylaşılmamalı. Bəli, bu bir. İkinci bir tərəfdən, bayaq həmkarlarım qeyd elədi burada. Bəzən görürsən ki, hesab sahibi artıq bu da təhlükəsizliyin bir növüdür. Bunu da bəzən bilənlər var, bilməyənlər də sözsüz ki, izah olunsa daha yaxşı olar. Bir şey vardı, baxarım, mənə razılaşarsınız. O kodu siz bilmiş olsanız da belə, mənə gələn SMS-i mən təsdiqləməsəm, sonra girə bilməzsəm. Bax, mən onu vurğulamaq istəyirəm. Adətən bu, o SMS xidməti göstərən təşkilatlar tərəfindən ödənişlidir, amma çox cüzi. Deyək ki, aylıq 1 manat ya və yaxud neçə qəpiksə, o daha təhlükəsizlik baxımından daha effektivlidir. Nədən ibarətdir? Sizin özünüzə məxsus bir mobil nömrəni qeydiyyatdan keçirirsiniz həmin kart üzərindən, o kartdan əməliyyat olanda OTP kodu deyilən xüsusi rəqəmlər gəlir həmin SMS vasitəsilə telefona, siz onu təsdiq eləməyincə, həmin o kiber cinayətkar olsun, kim olur olsun, sizin hesabınızdan hər hansı bir əməliyyat apara bilmir. Bəzən görürsən ki, bax bunun da belə deyək də, o təhlükəsizlik baxımından, mahiyyətinə varmadan dırnaqarası yanaşırlar. Hətta o nömrəni də, Yeganə xanım bayaq bildirdi, süni intellekt var, hər şeyin belə deyək də bir kopyasını çıxartmaq olur, hər şey. Amma ən azından ilkin elementar təhlükəsizlik qaydaları üçün
Deyək ki, olur ki, təcrübədə o qədər olur ki, adamın həmin mobil nömrəsinə OTP kodu da göndərir, o OTP kodu təsdiq də olunub, qanuni əməliyyat icra edir. Məsəl, bank həmin o biz qoşulmuşuq təhlükəsizlik qaydalarına, nömrəmizi təqdim eləmişik ki, mən icazə vermirəm ki, bir müştəri olaraq mənim mobil nömrəmə SMS göndərilmədən hesabından hər hansı bir əməliyyat olması və s. Bunu razılaşdırıb bank da ona əməl eləyir. Amma mənim o nömrəni də vermişəm kiməsə. O mənim əvəzimdən təsdiq də eləyir, hesabdan çıxarır. Yəni bank orada oturan bilə bilməz axı ki, mən nömrəni sizə vermişəm, itirmişəm, oğurlatmışam. Bunun üçün daha məsuliyyətli. Bir məsələn də, bax dediyim kimi, daha belə deyək də, elektron həllərdən biri kimi də bəzən görürsən ki, müştəri görür hesabından qanunsuz müdaxilələr və s. onun qarşısını almaq üçün banka müraciət bu yubana bilər deyə müəyyən mobil tətbiqlər demək olar ki, bütün kredit təşkilatlarının bu dəqiqə var, mobil tətbiqi var. Yəni mobil tətbiq üzərindən dərhal banka zəng eləmədən, fiziki olaraq getmədən, ərizə yazmadan oradan bloklaya bilirsin. Tamam, belə fikirləşmək olarmı ki, bax üzr istəyirəm, belə fikirləşmək olarmı ki, bu gün belə deyək, rahatçılığımız inkişaf etdikcə narahatçılığımız da inkişaf edir. Hər şeyin bir Ümumiyyətlə ata-babadan nənələrimiz qoyunda gəzdirirdi bəzi pulları. Bəlkə də qoyunumuza gəzdirək, kartda gəzdirməyək. Nə fikirləşirsiniz? Yəni elə az öncə Qəhrəman müəllim danışanda mən indi ona gəldim ki, o qənaətə gəldim ki, həqiqətən də ən belə deyək də dəmir qaydalar var ki, onlar özünü daha doğruldub, amma bir şey qeyd etmək lazımdır ki, bugün istənilən nömrələrin klon sistemini formalaşdıran proqramlar var. Baxın, biz istənilən adamın burada görüntüsünü götürüb, ona bir film çəkib onun səsindən və bu artıq bunu edən tətbiqlər var. Mən icraatım olur, yasama olarak polis şöbəsində olur. Qadına zəng eləyir ki, bəs ana, avtoqaza keçmişəm, falan karta bu qədər pul vur. Yəni buna görə artıq... Qadın həyəcan keçirib, pulu vurub, sonradan qızına zəng eləyir ki, bala, nətər salaması, mən evdə yemək pişirəcəm. Bir mənalı olaraq və mən sizə deyim, WhatsApp üzərindən 2025-ci ildə ən çox mənə filan qədər pul göndərin deyə öz tanış nömrələrindən gələn mesajlar var. Neçəsini, hətta bizim vəkil yoldaşlarının adından da bir-birinə qarşı istifadə olunur. Bu formada, yəni gəlirik onun üstünə ki, ümumiyyətlə bütün sahədə ən vacib məsələ, problemin həlli məsələsində sağlamlıqda da, sağlamlıqda da bu belədir, bu həyatda da, fərdi həyatda da belədir, texnoloji alətlərdə də belədir. Maarifləndirmək. Bunun ilkin olaraq belə. Yəni bizim qanun vəcə verəcək, baxma kifayətdir. Baxın, bir mənalı olaraq bu da bir vasitədir. Amma dediyim kimi, məsələn, bəlli ölkələr var, biz beynəlxalq tədbirlər olur, Afrikada keçiriləndə bizə birinci xəbərdarlıq, bazı xəbərdarlıqlar gəlir. O ölkədə nə edir? Məsələn, bu keçən həftə Avropa ölkələrinin birində idik və orada dabaq xəstəliyi ilə bağlı bir fövqəladə vəziyyət elan olmuşdu. Bizə 5 baza göstərici gəlmişdi ki, nə edin, nə etməyin. Biri də o idi ki, ölkəyə girən kimi bank kod kartlarınızı bloka qoyun. Yəni o qədər orada. Məsələn, indi az öncə bizim dəyərli qonağımız qeyd etdi Ukraynada bir mall üzərindən, ticarət mərkəzi üzərindən. Və mən sizə deyim, əminəm ki, araşdıracağı halda heç o orada belə deyək də, o sadəcə bir portdur. Port olaraq həmin gün, həmin dəqiqə Ukraynadakı ticarət mərkəzindən istifadə olunub. 5 dəqiqə sonra eyni ünvan Fransada bir ticarət mərkəzindən istifadə edəcək. Biz beynəlxalq səviyyədə maliyyə sistemindəyik və bu maliyyə sistemində məlumatlı hər kəs üçün o ticarət mərkəzi ya Bakıda oldu, ya Dubayda oldu, ya harda oldu, fərqi yoxdur. Baxın, ən geniş təcrübəsi olan insanlar var ki, onların belə kartlarından pul oğurlanır. Məsələn, bir dənəsinin bu yaxınlarda özünün sosial platformları onun hətta var. O qeyd etdi ki, mən sadəcə bir dəfə aeroporta su almışam o kartla. Yəni, əlində olan kartdan aeroporta su alıb və bu kifayət edir. O yüzden, yenə də elə bilirəm ki, sizin o tövsiyəniz ki, kartları cibimizdə saxlamaq, maliyyəni cibimizdə saxlamaq daha kömək edə bilər. Amma maariflənmə, yenə də maariflənmə. Bilirsiniz, hörmətli ekspertlərimiz, bizim mövzumuz çox geniş mövzudur. Hamımızın belə deyək, nənəm demişkən deyir, ürəyim doludur, danışmaq istəyirəm, hamımız danışmaq istəyirik. Və danışmaqda da məqsədimiz ondan ibarət ki, vətəndaşlarımızı həm məlumatlandıraq, həm də maarifləndirək. Amma bizə ayrılan vaxt, bilirsiniz, müəyyən limit qoyulub bizə, bizim vaxtımız azdır. Buna baxmayaraq, mən sizə hər birinizə fərdi qayda minnətdarlığımı bildirirəm. Bugün kiber cinayətkarlıqla bağlı dəyərli ekspertlərimiz, eyni zamanda bank sektorunda bir fəaliyyət göstərən Qəhrəman müəllim də, eyni zamanda beynəlxalq təcrübələrə malik olan Yeganə xanım Hacıyeva da bizim
maarifləndirdi. Yəni, digər vəkillərimiz Esmina xanım, Mahirə xanım və icraatda olan işlərlə bağlı fikirlərini çatdırdı. Bu günlər biz istəsək də, istəməsək də bu cinayətin qurbanları var və davam edilir. Ona görə də hörmətli tamaşaçılar, biz hesab edirik ki, bu günlər qanun və icra proqramında kiber cinayətkarlıqla bağlı, eyni zamanda cinayət yoluna əldə olunmuş çirkli pulların yuyulması ilə bağlı daha diqqətli olmaq lazımdır. Ona görə də biz tövsiv edirik və xahiş edirik ki, sizdə olan zənglərə reaksiya verin, dərhal 102 xidmətindən istifadə edin. Eyni zamanda dövlətimizə sığınaraq bu cinayətin qarşısını vaxtında almaq imkanı sizdədir. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız.